qarşınızda daha çox söz demək olan, yəni bu haqla bölünməyə haqqı olan insansınız. Biz belə layihə həyata keçiririk, öz deməyə sözü olanlar və istədik ki, artıq Məmməd namazla olub layihəmiz, Məmməd Eldarla eləmişik, çəkilir və xeyli insanlar reaksiya veriblər, ciddi adamlar, yəni ciddi ədəbiyyat adamları bəyəniblər layihəmizi və biz istədik ki, bunu davam elətdirək. Deməyə sözü olanlarla bir səmimi söhbət edək, onu kameranın yaddaşına salaq və gələcəkdə planımızda var ki, onları YouTube'a yerləşdirək. İnsanlarımız bizim o dəyərlərimizi, deməyə sözü olan insanlarımızı görsünlər və onların tövsiyələrin, onların insanlara ünvanladığı sözləri işitsinlər, duysunlar. Birinci, bizim bölməmizə siz xoş gəlmişsiniz. Teşekkür ederim. Bu Doğma Ocaqlı yazarların, sizindir. Teşekkür ederim. Biz sevinirik doğrudan da əsl qələm adamları, şeirə, sənətə, ədəbiyyata dəyər verən insanlar bu ocaqda görəndə daha çox bizə ümid verir, daha çox bizi sevindirir, işləməyə həvəsləndirir. Və o insanlardansınız ki, doğrudan da biz buna qürur keçiririk ki, siz bugün buradasınız. Eləcə də bizim gözəl şairimiz Əşrəf müəllim buradadır, Nazir müəllim buradadır. Bizim üçün qürur vericidir. Zərnicar xanım buradadır. Şair olmasa da bizim dəyərlimizdir. Xoş gəlmişsiniz ocağımıza, doğma ocağımıza. Teşekkür ederim. Keçək sualımıza. Deməyə sözü, danışmağa daha çox haqqı olan qələm adamı kimi ədəbiyyatın meydanında at oynadan, meydan sulayan qələm adamlarına nə demək istəyirdiniz? Mən ədəbiyyatın meydanında bugün at oynadan nə şair gördüm, nə yazısı gördüm. Ona görə onlar haqqında deməyə sözüm böyle oldu. Yəni sözü nə edirəm? At oynadan sosial şəbəkədə bir-birini tərifləməyə və at oynatmaq deyirəm. At oynatmaq oldu ki, yəni dəyərli əsər yazılsın, ortaya olsun, taliyə yüklü bir əsər olsun. Hamı bir-birini tərifləyir, sözüm bunda deyil, inanın tam səmimi deyirəm. Bəzi istisnalar olmaqla, ədəbiyyatda at oynadan bu dəqiqə, nə bilim, bəlkə qarğatın üstündə olub oynadılar, onu deyə bilərəm. Gerək at olsun oynadasın, heç atları da yoxdur, nəyə oynadılar bilmirəm. Söhbət budur. Mən onu sətraflı dedim də dırmağa. Yox, bildim, başa düşürəm. At oynatmaqla deyil, valla adam at gərək özü götürə adamı apara, İlham atı özü gərək götürə apara onu. Yoxsa at oynatmaq ki, ən yaxşı bir at al gətir oynadı. Mən 16 yaşım var idi, Nizami haqqında bir şeir yazmışdım. Elə bir mühitdə böyümüşüm ki, yəni mühit deyəndə bunun özü də böyük şeydir. Təkcə genetika söhbəti deyil. Mənim babam Molla Nəsrəddin şair olub, Respublikanın əməkdar müəllimi olub, o dövr üçün böyük adamdır. Sosial şəbəkədə var, Molla Nəsrəddinin istotu mənim babamdır. Müşirəvan Kərim. Müşirəvan Kərimov da Qasım Qasımzadənin müəllimi olub. Yəni elədir ki, ona öyrədib, bu mənə öyrədib. Yəni söhbət nədən gedir? Mən 3-cü sinifdə oxuyanda, 4-cü sinifdə oxuyanda şeirin bütün qaydalarını bilirdim. İndiki xalq şairləri bilmir. Elə deyirəm mən, həqiqətən şeir böyük şey deyil, sadə şeydir. Bu sadə texnikanı öyrətmişdilər. İndi o at oynadan şairlər var, ha. Gətir görüm onun şeirində söz düzümü, sətraltı məna, bədii söz, qafiyələndirmədən söhbət getmir. Var mı, yox mu? Söhbət bundan gedir ki, dilin incəliklərini gərək mükəmməl bilərsən, nəsə yaratmaq bazarasına. Məsələn, tutaq ki, mən çox gözəl zərgərəm. Çox gözəl zərgərəm. Əşrəf müəllim çox gözəl zərgərdir. Bizim zərimiz yoxdursa, bu necə eləyək? Bu nədən düzəldək, yaxşı? Bu zərgərliyi nədən düzəldək? Gərək bizim materialımız olsun. Bu adamların materialı olmaqdan ötürü həyat təcrübəsi olmalıdır, həyatı görməlidirlər. Bu bir şey, həyatı. Hər yeri görməlidirlər. Ağrıları görməlidirlər, əzabları görməlidirlər, deynəməlidirlər.
dünya görüşlər olmalıdır və bir də oxumalıdırlar. Allah'a şükür, nə gezməkləri var, nə də oxumaqları. Nə tərəf oynadılar. Doğrudan deyirəm. Yəni, dünyadan gərək xəbərin olar da, biləsən ki, biz böyük adam böyüdükcə büzüşür. Bilirsiniz nəfər, onunla görürsən ki, o qədər azman adamlar var ki, Allah qəni rəhmət eləsin, Əli Kərim indi yoxdur. Ədəbiyyatda mənim üçün olmaqdan söhbət getmir. Mən gənclikdən danışıram. Ən çox təbliğ olunan şairlərimiz var. Bəxtiyar Vahabzadə. Bəxtiyar Vahabzadə dedi ki, gənclik tanınır. Tam əminliklə deyirəm, əl basıb deyə də bilərəm. Bəxtiyar Vahabzadəni tərif edirlər sosial şəbəkədə. Özdə bir var ki, elə belə adamlar tərif edirlər. Ədəbiyyatçılar, dilçilər qrupunda tərif edirlər. Bəxtiyar Vahabzadədən yer üzündə böyük şair yoxdur. Onun bu şeirini heç kəs yaza bilməz. Ürək oldu daim yana, ot püskürə alovlana, bazarmırsa o sevməyi, demək o heç ürək deyil, o heç mənə gərək deyil. Əl-Heydər Qəmbərin şeiridir. Heç kəsin tanımadığı Əl-Heydər Qəmbər. Bəxtiyar müəllimin ona ehtiyacı var idi bu şeirə. Söhbət bundan gedir. Tutaq ki, adlarını çəkdim, elə belə deyirəm, ədəbiyyatdan deyil. Deməli, bu olmadan gedib. Əlbəttə, gedib yox, indi də mən sübut edə bilmirəm ki, bu onun şeiri deyil, bu onun deyil, yox, sən bilmirsən. Elə şeylər deyirlər, adam əli qalır üzündə. Dünyadan xəbərləri yoxdur. Bax, tutaq ki, görmüşəm, adamları görmüşəm. Mən Bəxtiyar Vahabzadəni heç Atoynadan görməmişim. Mən Nəbi Xəzirini Atoynadan görməmişim. Tamam bənzərsiz şairlərdir, tamam fərqli şairlərdir. Biri Dildoruhun oyanmasında, fəlsəfi fikir tarixinin yaranmasında rolu olan, biri də son dərəcə lirik, həssas, kövrək şair. Biri Əli Kərim tamam başqa cür yazan şair, biri Əhməd Cəmil tamam başqa cür yazan şair. Əhməd Cəmil kimi şair var. Get gör, indiki şairlər Əhməd Cəmil tanıyırlar. Get gör, tanıyırlar. O, nədir, Qaytar ana borculu şeiri canla bir nağal söyləyir, bir günüm yatlar. Hamısını indi desəm, nağal qalmaz. Sabahanın kürkündən çıxan şeirdir. Özü də itiraf edirlər. Əli Kərim. Bu şeir Süleyman Rüstəmin başlayıblar lağa qoyma. Ay qardaş, atam, anam. Süleyman Rüstəmlə mən ünsiyyətdə olmuşum. Bilirsiniz nə qədər yumor duymalı. Azərbaycan qəzəlinə təmizlik gətirir, aydınlıq gətirir. Adicə Gülnarə xanım, at oynatmaq deyirsiniz. Bax, indinin özündə deyirlər, danışırlar, boş-boş danışırlar. Tamam, ədəbiyyat tarixindən xəbərləri var. Hüsnü o qədər böyük şairdir, oxutar, Süleyman Rüstəm yazıb, oxumatar, sustar, razı deyil, proletar. Ay kişi, bilmədiyin şey, niyə danışırsın? Niyə danışırsın? Deyir, Süleyman Rüstəm ayrı cür deyir. Sustar, razı deyil, proletar, səndə çalınsın, qatar. At qatını gör də, demir ki mən. Deyir, razı deyil, proletar, səndə çalınsın, qatar. Gör, necə deyir? Məsələn, tutaq ki, deyir ki, Süleyman Rüstəm deyir ki, heç elə şey yoxdur. Mənim Layka qardaşım güya uçdu, nə bilim, neynədir. Süleyman Rüstəm əqla deyil, heç bir yerdə yoxdur bunu. Deyibsə də onu yaxından tanıyan bir adam kimi bilirəm ki, bu Lağla deyil, bu Layka qardaşım. Bizə qardaş ediblər bunu. Rəsulullah biraz ayrı cür deyir, özün it olasan, bu mərtəbəyə ucalsın. Həmən şeydir, özün it olasın, bu mərtəbəyə ucalasın. Məsələn, o Süleyman Rüstəmi deyirsiniz, mən tələbələrime həmişə deyirəm, birini tərifləmək üçün birini pisləmək olmaz. Sadəcə bir misal verin, indiki tar deyildir, oxu tar deyildir. Görün hansı böyük problemdir. Tar mı böyük problemdir, yoxsa Təbriz mi böyük problemdir? Təbrizin şeirini yazan Süleyman Rüstəmdir bu. İkinci də tarın əleyhinə bir şey yazıb, tarın əleyhinə şeir yazıb, o zaman qəzəl yazaraq ki, muğamda bunun qəzəlini oxusunlar. Söhbət buna bir də Allah rəhmət eləsin. O xoşbəxtlərdən ki, çox böyük adamlardan dərs almış, lap ustad adamlardan, ən böyük tənqidçilərdən biri, demək, Əhəd Hüseynov, sənət yanlısını yazan adamdır, Mirzə Cəlili təhlil edən adamdır, Rəsulzanı tənqid edən adamdır, o dövrün şeir, yoxsa nə bilim, tapmaca yazan adamdır. Çox qəribə düşüncə ideal deyil, hərənin bir fikri var. Söhbət ondan gedir ki, bunun yanaşma tərzi tamamilə fərqlidir. Məsələn, danışırdı Süleyman Rüstəmdən bir lətifə danışırdı. Süleyman Rüstəm gedir, pambığa aparırlar bunları, pambıq yığımına. Belə getdiyi yerdə birdən bir ilan çıxır boyunun üstündə. Ay Allah'ın eyvanı, məndən nə istəyirsən? Zəhər.
ünvanı səhv salmışsa Mehdi Hüseynin yanına gel. O götürdü. Mehdi Hüseynin yanına. Yenə belədir. Bunlar heç biri kiçik adamlar olmayıblar. Sənədurun kiçik adamı olmayıb. Elə belə baxanda deyirlər ki, indiki cavanlar deyib düşürlər o dövrün ədəblərini tənqid edirlər, nə bilim, deyirlər, filan kəsi tənqid edirlər, filan kəsi tənqid edirlər. Ona görə ki, oynatmalı at yoxdur, belə şeylərlə danışırlar. Çox danışdım.